Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ölkə üzrə aparılan 22-sində pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Bakıda sərxoş halda avtoxulqanlıq edən taksi sürücüsü həbs edilib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində məlumat verilib. Bildirilib ki, Nizami rayon polis bölməsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan Chevrolet markalı 90 YL 782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağayev saxlanılıb. Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ağaliyevə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 15 gün inzibati qaydada həbs edilib.